Deməli, təsəvvür edin ki, siz bizə bugün dərin təhlil etmək üçün bir mənbə göndərmisiniz. Mən səhifəni açdım və orada cəmi 5 söz var idi. Hə, cəmi 5 söz. Çox qəribədir. Bəli, yəni zarafat etmirəm. Mətn tam olaraq belədir. Əməkdar artist Əli Əliyev vəfat edib. Və mənim ilk reaksiyam oldu ki, yəni biz doğrudan da bu 5 sözlük mətnin dərinliyinə enə bilərik. Təbii ki, bu ilk baxışdan adamı çox təəccübləndirir. Çünki biz adətən, bilirsən də, onlarla səhifəlik hesabatları və ya uzun məqalələri araşdırırıq. Düzdür. Amma bu çox qısa, kədərli xəbər əslində bizə medianın və mədəniyyətin necə işlədiyi barədə çox konkret bir mexanizmi göstərir. Yaxşı, mən burada biraz şübhəci yanaşmaq istəyirəm. Xəbər sadəcə vəfat edib deyir. Məyər bu sadəcə tənbəl jurnalistika deyil. Necə yəni tənbəl jurnalistika? Yəni, jurnalist bir neçə cümlə əlavə edib, onun kim olduğunu yaza bilməzdi, harada işləyib, hansı rolları oynayıb, yəni, niyə bunu bu qədər qısa saxlayıblar? Bax, məsələ əslində heç də tənbəllikdə deyil. Burada söhbət bizim mədəni stenografiya adlandıra biləcəyimiz maraqlı bir şeydən gedir. Mədəni stenografiya. Bəli. Diqqət yetir, mətndə sadəcə aktyor və ya müğənni deyilmir. Məhz əməkdar artist deyilir. Aha, fəxri ad vurğulanır. Tamamilə doğrudur. Bu, dövlət tərəfindən verilən rəsmi tituldur. Və jurnalistikada bəzən belə titullar bir növ məlumat qısa yolu rolunu oynayır. Jurnalist bilir ki, bu ifadəni yazmaqla oxucunun beynində dərhal fərqli bir kontekst yaradır. Başa düşdüm. Yəni, bu bir növ rəqəmsal dünyadakı zip faylına oxşayır. Dəqiq, çox yaxşı müqayisədir. Zip faylı belə çox kiçik görünür, amma üzərinə klikləyəndə içindən böyük qovluqlar, məlumatlar çıxır. Deməli, əməkdar artist ifadəsi də həmin o sıxılmış fayldır. Hə, sən onu oxuyan kimi beyin avtomatik olaraq, belə deyək də, o mədəni arxivləri açmağa başlayır. Sənətkarın illərlə səhnədəki zəhməti, dövlətin onu tanıması, tamaşaçı sevgisi və s. Yəni, bütün tərcüməyi halı uzun-uzadı yazmağa heç ehtiyac qalmır. Tam olaraq elədir. Üstəlik, bu titul xəbərin əsas funksiyasını da kökündən dəyişir. Nə mənada dəyişir? Bax, əgər xəbərdə sadəcə ad və soyad yazılsaydı, bu yalnız bir ailənin və ya sadəcə bir fərdin itkisi kimi qavranılardı. Aha, anladım. Şəxsi bir kədər olardı. Amma dövlət tərəfindən verilmiş o fəxri adın ora əlavə edilməsi xəbəri şəxsi kədər çərçivəsindən çıxarır. Onu bütöv bir cəmiyyətin, bütöv mədəni yaddaşın itkisinə çevirir. Yəni, bu 5 söz fərdin deyil, rəsmi şəkildə tanınmış bir sənətkarın ictimai qeydiyyatıdır. Çox məntiqlidir. Amma məni düşündürən başqa bir şey də var burada. Buyur. Bəs kimsə o sənətkarı heç tanımırsa necə? Deyək ki, gənc nəsildir və ya başqa sahənin adamıdır. O zaman bu zip faylı, bu qısa yol işləmir axı. Əla sualdır. Tanımayanlar üçün belə, bu titul bir növ rəsmi zamanət rolunu oynayır. Rəsmi zamanət? Yəni necə? Təsəvvür et ki, bu, müasir sosial şəbəkələrdəki təsdiqlənmiş hesabların yanındakı o mavi işarə var ha, eynən onun kimi bir şeydir. Hə, o mavi təsdiq nişanı. Çox maraqlı bənzətmədir. Bəli. Sadəcə bunun mədəni və tarixi çəkisi o mavi işarədən çox daha ağırdır. Yəni, sən o adamı tanımasan belə, əməkdar artist ifadəsi sənə dərhal deyir ki, bax, bu şəxs cəmiyyət üçün çox əhəmiyyətli işlər görüb. Dayan və buna hörmətlə yanaş. Dəqiq. Bu, jurnalistin oxucuya ötürdüyü o vacib siqnaldır. Sənətkarın həyatını və detallarını bilmək məcburi deyil. Vacib olan onun cəmiyyətdəki yerinin o rəsmi təsdiqini göstərməkdir. Çox maraqlıdır. Bilirsiniz, biz adətən bu dərin təhlillərdə detalların, uzun izahların arxasınca qaçırıq. Hə, həmişə böyük, mürəkkəb mətnlər axtarırıq. Amma görünür, cəmiyyət olaraq bizim elə ortaq dilimiz, ortaq qısa yollarımız var ki, bəzən cəmi bir neçə sözlə bütöv bir ömrü ifadə edə bilirik. Növbəti dəfə xəbər lentini vərəqləyəndə o kiçik başlıqlara əlavə edilmiş rəsmi titulların əslində necə həcmli hekayələri özündə sıxışdırdığını düşünmək tamamilə fərqli bir təcrübə olacaq. Mütləq, çox fərqli baxacaqsan o xəbərlərə. Bu sadə, lakin arxasında belə dərin mənalar yatan mənbəni bizimlə bölüşdüyünüz üçün sizə, yəni dinləyicilərimizə xüsusi təşəkkür edirəm. Görürsünüz, bəzən ən qısa qeydlər belə ən mühüm məlumatları özündə daşıyır. Mən də təşəkkür edirəm.
Və bugünkü müzakirəmizin sonuna yaxınlaşarkən, sizin özünüzün araşdırmanız üçün belə bir fəlsəfi sual qoymaq istəyirəm. Buyurun. Əgər bu rəsmi titullar, yəni əməkdar artist kimi adlar, sənətkarın həyatını bu qədər asanlıqla yekunlaşdıra bilən güclü bir qısa yoldursa, bəs o insanın arxasında qoyduğu sənət əsərlərinin öz aqibəti necə olacaq? Çox dərin sualdır. Yəni, gələcək nəsillər o əsərləri titullarsız, rəsmi xəbər büllətenləri olmadan tamamilə müstəqil şəkildə necə kəşf edib yaşadacaqlar? Bax, bu sənətin o qısa xəbər başlıqlarından sonraki həyatı barədə düşünmək üçün sizə qoyduğumuz açıq bir sualdır.